Deməli, bura Sabirabad şəhərin Cavad kəndi ilə birləşdirən körpüyə aparan yoldur. Burada baxmayaraq ki, əhəmiyyətsizdir, burada yaşayış yoxdur. Ancaq hakimiyyət bu yolu çox daraldıb və elə çəpərləmə əməliyyatı burada da gedib. Və çəpərlərin çox bahalı üzvüylər, Gülbağ daşı deyilən daşlarına üzlənib. Bu da büdcədən həddindən çox vəsaitin silinməsinə sərf olunur. Pul xərcləməkdən ötəri bu strateji yolu çox daraldıblar. İstirabətli baxar çəkdirik qabağa ki, fikir verin, burada bu çəpərə nə ehtiyacı var? Bədiyanın düzüdür. Gətirib çəpər özdəki. Heç bir əhəmiyyəti olmayan bir çəpər. Bu yolda təzə çəkilmiş körpüyə aparan yoldur. Əgər indi fikir verəcək, görəcəksiniz ki, 2010-cu ildəki səviyyədə daşqın baş versə, həmin körpüyə aparan yol suyun altında qalacaq. Bu da, deməli, körpünün bir daha əhəmiyyətsiz olduğunu sübut edir. Deməli, bu körpü, bu hakimiyyətin uğursuz planlarından biridir, uğursuz tikintilərindən biridir. Belə ki, deməli, büdcədən çox böyük vəsait sərf eləməklə həddindən çox pis körpü tikilir. Halbuki bu ətrafda yaşayan əhalinin 200 illik arzusu idi ki, Kürd çayın üzərində körpü tikilsin. Əslində bu körpü arxa tərəfdə, deməli, Kürd Arazın birləşən yerində, yaxın bir yerdə tikilməlidir. Və fikir verin, və biz getdikcə bənd səviyyəsindən aşağı düşürük. Deməli, əgər su burada qalxsa, bu getdiyimiz bu yol suyun altında qalacaq. Bu da gördüyümüz təzə körpü. Görün, deməli, körpüyə çatar-çatmaz çox kəskin 90 dərəcəlik bucaq altında yol dönüb. Bu da burada qəzaların baş vermə ehtimalını artırır. Fikir verin, belə döngü olar. Artıq buradan maşın düşür. Əgər yolda bir balaca sürüşkənlik olsa, nəinki oradan tanımayan, birinci dəfə gedən yol, hətta buranı gündə dəfələrlə gedən maşınlar da orada qəzaya uğraya bilər. Artıq bir neçə qəza olub. Artıq bir neçə dəfə qəza olub. Bu da Cavad tayında yenə də həmin yol bənd səviyyəsindən aşağı düşür. Bənd ilə körpü isə bir səviyyədə qalır. Bu da o sübut edir ki, bu körpüdən su daşandan sonra heç cür istifadə eləmək mümkün olmayacaq.